Sabahınız xeyir olsun. Hər vaxtınız xeyirli uğurlu olsun. Necəsiz? Səhər saat 4:42. Səhər namaza uyandım. Bir de gördüm ki hava işıqlaşır, yağış, leysan gedir. Ağcıqanadın əlindən də yata bilməmişəm. Bayaqdan saat neçədən durmuşam, ağcıqanad dərmanı axtarıram. Evdə imini almışdım ki bağa gətirim. O da ki gətirmədim. Qalıb elə ki bağda. Evdə. Gələn səfər gələndə onu mütləq gətirməyə lazımdır. Gününüz xoş, uğurlu, bərəkətli başlasın. Hər şey istədiyiniz kimi geçsin. Allah'a açılan dualarınız, hər bir dualar qəbul olsun. İstər ruzi baxımdan, şəfa baxımından, hər bir duanız boş qayıtmasın. İnşallah. Yaman da yağır. Dünəndən elə nəsə may ayı yaman pis gəldi. İyun ayı da yağışdı. Yağır. Eşidirsiniz də. Hava getdikcə işıqlaşır. Amma havada soyuqluq da var. Sərinlik var. İndi soyuqluq deməyim, sərinlik əməli başlı var. Gedək altına yığaq. Yumuşaktılar, şipşirindiler. Bu kadar yığdım. İstəmirəm hamısını yığmaq. Ürəyim gedir ağacdan meyve yığasam. İstəyirəm qurtarmasın. Gəlin keçək baxaq şeyə. Tutlara. Tutun altına girməyi heç sevmirəm də. Yapış özümü hiss eləyirəm. Yapış. Bu biraz cır tuttu. Bir tanesi de var orada. Yoldaşım əkib, o artıq iridir.
Axşamınız xeyir. Qızlar necəsiz, nə var, nə yox? Neçə gündür video çəkmirdim. İndi gedirəm Teymur Store'a. Əhmədlidə. Bir-iki dənə şey var. Onları soruşum. Sonra kələm almalıyam. Kələm, reyhan, kələm dolması eləmək üçün. Sabahları səhər-səhər yenə yoldaşımla ikimiz gedəcəyik bağa. Bir 3 gün bağda qalacağıq. Bağdan çəkilişlər görüm. Yaxşı çəkilişlər eləyə bilsəm eləyəcəm. Qızlar, Teymur Store da bağlı oldu. Gedim belə. Əslində yoldaşım maşınla məni bura düşürtdü. İndi bilməm, Bakı kinoteatr tərəfə gedim, getməyim. Qızlar gəldik. Qızlar gəldik. Axşam bazarlığı. Axşam bazarlığı. Deməli, ərik götürdük. 59 qəpiyə idi. Kompot eləyəcəm. Bizim yanımızda burada məzə açılıb, təzə. Belə İran yağından götürdük. Reyhan, soğan, pesok, buna da neydi? Kələm. Kələm 35 qəpiyə idi. Hə, indi başlayacaq. Əlimi yumuşam, yox, əlimi yumuşam. Əti zadı tez yum. Bilməm, sizdə bilmirəm necədir, amma bizdə axır vaxtlarda axşamlar sular kəsilir. Deyirəm, tez bir dənə, tez bazar bunları yer-bir eləyim, kompotluq qoyum qaynamağa. Qəşən kompotluq eləyək. Nə qutardı? Qara, zajqalka qutardı. Yandır. Onunla yandır. Gəl. Bas ya. Bir dəqiqə. Yandır. Ləzzət, sumkanın içindən o birisi telefonu çıxart. Megabaytı bağla. Tez bunları yuyaq, kompotluq eləyək. Kompotluq elə belə qışa yox. Hələ ki qışa yox. Sabahları bağa gedirəm deyə. Bağa getməsəydim bir dəzdə çoxalardım, kompotluq eləyərdim. Baxın, görün nə qəşəngdilər. Əsl cemli, bəyək elə mamaya deyirəm, əsl cemli, bir də kompotluq. Orada mağazində bir dənə xanım var idi. Deyirəm ki, al bundan götürgünən uşaqlar yesinlər, kompotlu eləginən kompotluq içsinlər. Deyir, yox, bunun dadı elə də yaxşı deyil. Kompotluq yaxşıdır da, əladır. Bu bilməm haranındır. Bizim bağda o vaxtı, indi biz yaşadığım bir ilgəhdəki bağı demirəm ha. Ata bağı, babamgil tərəfli bağı deyirəm. Məsələn, qardaşımgilin, papagilin bağlarını deyirəm də. Orada 2 dənə, 1, 2, 3. 2 dənə iri belə ərik ağacı vardı da. Biz ərik demirik də, biz qeysi deyirik. Qeysi deyirik. 2 dənə bax belə xırda. Bax belənçə xırda ərik ağacları var idi da. Bir dənə də ağac var idi. O belə yekə mürəbbəli yoxdur. Bax o ağacdan var idi. O mürəbbəli ağac elə də çox bar vermirdi. Amma bu ağaclar 2 dənə ağac bilsiz nə verirdi? Bilsiz nə verdi? Ay Allah. Qonşudan gəlirdilər. Onlar da gəlirdilər, yığırdılar. O qədər bar verirdi. İnanırsınız? Mənim papamın 5 qardaşı var da, yəni biri rəhmətə gedib. 5 qardaşın hamısı gəlirdilər. Hələ mənim rəhmətli babam da, o da cem bağlayırdıq, kompotlar bağlayırdıq ondan sonra nə bağlayırdıq, nə edirdik? Mürəbbə də cem idi, kompot idi. Hamıya özü polnu da yeyilirdi ya. Belə hamı doyunca qəşəngcə yeyirdik. Hamıya da çatırdı. Təsəvvür edin, 5 ailə plus babam 6 nəfər, 6 ailə. Plus da ki qonşudan gəlirdilər.
Təsəvvür edin, gör nə qədər bu ağac bar verirdi də. Heç onun ağacın üstünə çıxmaq da lazım deyildi. Belə budaqları belə yatırdı şeyə, quma dəyirdi. Elə səhər-səhər yuxudan duran kimi gedirdik ağacdan ərik dəyirdik, yirdik. O qədər gözəl idi ki, o qədər heyf deyildi valla o vaxtın, o vaxtki günlər. Və o dəhşət idi də. Babamın qonşuları var idi, molla gəldilər. Molla da deyəndə ki, oranın şeyidir də, necə deyim, qonşuydu da. İndi hamısının başında o şey papaqlardan var idi. Mənim babamda da var idi, indi olmasın. O papaqdan idi. Gəldi, hər dəfə də gəlirdilər, domino oynayırdılar. O qədər gözəl keçirdi ki vaxtlarımız. Mən necədim? Mən də başladımsa danışmağa və salam qutardı getdi. Hə, bunu dolduracaqdım üstünə. Çünki birazdan suyumuz keçirəcək. Bunu tez-tez eləyim. Bir də buna da su doldurum. Buzu hələ tam da açılmıyor. Bu şəffaf qablar həddindən artıq çox yaxşıdır. Həm görünüş tərəfdən qəşəngdir, həm də ki çox qəşəngdir. Bunları ben tez yer-ber eləyim qablara. Neçə vaxtdır ki bu mikseri işlətmirdim. Elə əldə eləyirdim də. O qədər narahat idi ki, yarpaqlar var idi burada, əl dəyə bilmirdim də onlara. Amma indi yenə başlamışam, atıram, qəşəng qoyuram mikserə, çörəyin xəmirini qarışdırır, verir mənə. Çox rahatdır belə. Qızlar fikirləşdim, dedim qoy eləyim kompot. Belə ucuz tapdınızsa götürün bağlayın. Qışda sonra adam axtarır belə şeylər. Şorabası olsun, kompotu olsun. Biz keçən il demək olar ki, kompot eləmədik ki, ancaq qızılgüldən elədik. Ancaq alırdıq. Bayramda o şeylərdən, qazlı sulardan. Heyf deyil bunlardan alasan, eləyəsən. Ha, bu qaldı ki. Yağı özün ərtirsən? Yo, əriyib də olmuşam. Mən qoydum xazən konuş. Ha, evi. Mazirka var. Marizuka necə olsun? Donarar da. Yemək istəyən götür ye. Kompot eləyirəm, qışa. İndi qışa. Qoy, pul verəcəm, alarsan yenə sabahları. Cemizə də eləmək yaxşı ondan. Elə gözəl ətir gəldi bundan. Qoymuşdum qaynamağa. Artıq qaynayıb pesokunu da töküm. Çox qəşəng ətir var, çox. Əti də çəkdim soğan çayla. Bir dənə pesokunu əlavə eləyim. Göz ayarı əlavə eləyəcəm. Bunları da atacağım getsin. Lazımsızdır. Bunları da bunu da hələlik götürək buradan. Bu belə. Pesoku göz ayarı tökəcəm. Çünki burada çoxdur.
Gözə yağı əlavə edeyim. Qarışdıraq. Siz o kompotlarda axırda eləyəcəm. Su tökəcəm, ondan sonra qoyacam qaynasın. Qızıl gülləri qaynatmadım, amma əriyib qaynadacam. Bir hardasa bir 15 dəqiqə, 20 dəqiqə qoyacam qaynasın. Qoy sarı olsun. Deməli, nələr vurdum? Onsuz da demişəm, neçə dəfə demişəm, sadəcə olaraq yeni izləyicilər olur kanalda. Dedim, yeni izləyicilər üçün deyim də, nələr qatmışdım, nələr qatdım. Deməli, soğanla əti keçirtdim ət maşınından, düyüsünü vurdum, tomatını əlavə elədim, duzunu, istiotunu, pul bibərini yox, qara istiotunu vurdum, yağ əlavə elədim və tomat əlavə elədim, bir də limon duzu. Çünki bizdə belə xoşlayırlar, yəni turş xoşlayırlar. Belə, tam belə turş olmur da, belə turş məzəyə çalır, çox qəşəng olur. Qışda bir dəfə inşallah qismət, Allah qismət eləsə, şabalıqdan, kişmişdən eləyərəm. Doşab tökürsən üstünə, qəşəng. Qara olur da. İndi bunu yaxşıca qarışdıracağım. Suyumuz da kəsildi. Vaxtında elədim, hamısını vaxtında. Düzdür, sızğı ilə su gəlir, amma yenə də biraz da tavada yaşıl var ya, biraz su götürdüm. Lazım olar. İndi bunu biraz belə saxlayacağım ki, özünü tutsun. Ondan sonra başlayacağım doldurmağa. Kələmləri doldurmağa. İnşallah bu yay istəyirəm, fikrim var. Reyhan qurudum. Amma düz deyək, əvvəllər qışda reyhan olmurdu. Hamı reyhan qurudurdu da qışçın. Yəni onu da mən Eltimdən öyrənmişəm. Biz heç vaxt qurutmamışıq. Biz ancaq nanə qurutmuşuq. Su tam kəsildi də bax. Görsən nə yaxşı su götürdüm. Ən salamatı mən onda su, kompotu bugün sabah səhər tezdən durum onları eləyim. İndi bunu 5 dəqiqə qalsın. Sonra bunu eləyim. Kompotu da sabah səhər inşallah eləyərəm. Suyumuz da kəsildi. Bax, qaldı, görsən. Bunlar qaldı. Kompot çox qəşəng oldu ya. 3-cü balonu niyə elədim? Yəni bankanı niyə elədim? Bunun dadına baxdım, kompotun. Yəni heç nəsidir. Mama dedi ki, vişnə olsaydı içərisinə əlavə elərdim. İnan mənə, vişnəsi də çox qəşəng dadlıdır. Özdə o qaldıqca öz dadını, tamını keçirdəcək də. Hə, ona görə 3-cü bankanı elədim. Görüm gələn səfər, görüm sabahları əgər bazar günü olsa, oğluma deyərəm alar yenə bir hardasa bir 6 kilo yenə kompot eləyərəm, ərik kompotu. Bir də cem eləyərəm 3 kiloluq. Bu mənə lazım olacaq. Bu da ki lazım deyil də. Bunu içərisini görəsən yemək olar. Uşaq vaxtı düz deyirdik, qırırdıq, yirdik. Belə çox heyf, su kəsilməyimiz çox pis oldu.
Saat 2'nin yarısıdır. Yeməyimi demək olar ki, polfabrikata hazırladım, büktüm, qoydum. İndi bunu qoyacağım qazın üstünə. Belə bir qazanım yoxdur. İnşallah alaram onun bir dənə naborunu. Ən böyüyü budur. Bunu da qoydum. Görürsünüz ki, axıra kimi doldu. Amma əslində biraz da belə şey olsaydı, biraz hardasa bir 2 barmaq qalsaydı, yığılsaydı, onda lap əla olardı. Çünki indi bu pişəcək, qalxacaq yuxarı. İnansız bütün mənim qazanlarım hamısı bağdadır. Hamısı bağdadır. Bunu belə qoyum. Bu biraz suyu çəkilsin, yağa düşəndə, yağa deyəndə ki, o ki suyu başlayır qaynama, suyu çəkilir, onda yağını əlavə eləyəcəm. Onda lap qəşəng olur.